Dəyərli izləyicilər, əziz şagirdlər, hörmətli müəllimlər, əvəz olunmaz kolleqalar. Bugün sizin üçün mən yeni bir layihəmin analizini, izahını vermək istəyirəm. Nədir bu? Bu, bəzi şagirdlərin riyaziyyatı sadəcə hesablamalardan ibarət olduğunu anlamaq deməkdir. Bəzən şagirdlər elə bilirlər ki, sadəcə hesablamaları bilirlərsə, bunlar riyaziyyatı bilirlər. Hətta valideynlər belə başa düşürlər ki, mənim uşağımın riyaziyyatla hesablaması sürətlidir, mənim uşağım bəs niyə gedib imtahanlarda zəif yazır? Riyaziyyatdan qayda oxumağa ehtiyac yoxdur. Sadəcə məsələləri həll edə bilirsənsə, hesablamaları bilirsənsə, o zaman sən riyaziyyatdan yüksək nəticə göstərə bilərsən. Problem də burada başlayır. Çünki şagirdlər ümumiyyətlə riyaziyyatdan qayda oxumaq istəmirlər. Və valideynlər də bunun çox da üstünə düşmürlər ki, zaten hesablamaları bilir. Mənim proyektim, mənim yeni layihəm nədən ibarətdir? Şagirdlərə riyazi qaydaları gördüyünüz bu təkliflər toplusunda, yəni bu yeni nəşrdən, yeni çapdan çıxmış təkliflər toplusunda riyazi qaydaları uşağın özü də hiss etmədən, özü də yəni qayda oxuduğunu, qayda öyrəndiyini belə duymadan öyrədilməsidir. Hansı formada? Deməli, kitab haqqında qısa məlumat verim. Kitab 3 hissədən ibarətdir. Birinci hissə 4 və 5-ci sinifləri əhatə edir. İkinci hissə 6-cı sinifləri əhatə edir. Və nəhayət sonuncu hissəsi mənim illərlə şagirdlərə dərslər zamanı kiçik-kiçik yazdırdığım sadə dildə olan qeydlərdir. Ki, hansı ki bu qeydlər bəzi kitablarda çətin dildə yazılır, elmi dildə yazılır. Şagird bu qeydləri öyrənməkdə çətinlik çəkir. Mən onları sadə dilə çevirib şagirdlərə bu şəkildə, yəni önəmli qeydlər adında vermişəm və çox rahat şəkildə də uşaqlar bunu öyrənə biləcəklər. Və gələk bu kitabda qaydaları necə qayda oxumadan öyrənə biləcəksiniz, əziz şagirdlər. Kitabda olan müəyyən bir quizlər var ki, müəyyən deyəndə tamamilə quizlərdən ibarətdir kitab, yəni qaydadan ibarət deyil və yaxud da hansısa məsələ misal həllindən ibarət deyil. Şagirdlər bu kitabda olan quizləri həll edərək istənilən qaydanı istər-istəməz öyrənmək zorunda qalacaqlar. Yəni, zaten qaydanı bilməyən uşaq belə doğru cavablarla testləri uyğunlaşdırsa, oradan o qaydaları öyrənmiş olacaq. Və bəzi müəllimlər var ki, şagirdlərə qaydaları öyrətməkdə çətinlik çəkirlər. Bu qaydalar, yəni bu kitabda olan qaydaları da uşaqlara sual-cavab etməklə öyrənmək olar. Və ən əsası liseyə hazırlaşan, mərkəzləşmiş lisey və yaxud da Diyanət liseyi, digər liseylərə hazırlaşan şagirdlər üçün bu vəsait ideal bir, yəni deyərdim ki, ideal bir vəsaitdir ki, bəzən şagirdlər təklifləri, hər dəfə mənə təkliflər səhv yazacaqlarını və yaxud da inanmadıqlarını, güvənmədiklərini deyirlər və təkliflərdə çətinlik çəkirlər. Hətta 25-də 25 yazan şagird belə deyir ki, mən təklif suallarından qorxuram. Bu da nədən irəli gəlir? Qayda oxumamaqdan irəli gəlir. Bu kitab vasitəsilə biz, yəni mən şagirdlərə qaydanı oxumadan öyrədirəm. Necə öyrədirəm? Şagird bu təklifləri həll edərək, doğru-yanlış cavabları seçərək, araşdıraraq məcbur olub o qaydaları öyrənmək zorunda qalacaq və onun vasitəsilə də həm riyazi bilikləri artacaq, yəni riyazi bilik deyəndə dəyərli şagirdlər, valideynlər, müəllimlər hesablama demək deyil. Yəni hesablamanı sürətli bilmək, riyaziyyatı bilmək deyil. Riyaziyyat digər fənlər kimi riyaziyyatın da qaydalarını bilmək lazımdır. Və bu qaydaların da öyrənilməsində şagirdlərin çox böyük problemlər yaşadığını görərək belə bir təkliflər kitabını sizin üçün çıxartdım. Deyərdim ki və əminliklə deyərdim ki, bunun Azərbaycanda analoqu yoxdur. Yəni bu kitab ilkdir. Siz də bu kitabdan yararlansınız, ən azı lisey suallarından, yəni lisey imtahanlarından 1, 2, 3 sualı və bəlkə də daha çox sualı həll etmiş olacaqsınız. Belə, inşallah ki, bizim bu kitabımız sizə faydalı olar, yararlanarsınız. Nəticələrinizi də kitabın arxasında sizə əlaqə nömrələrimiz var, sosial şəbəkələrimiz var, onlar vasitəsilə bizlə paylaşarsınız.